Elektron siqaretlərin, onların komponentlərinin idxalı, ixracı, istehsalı, istehlakı, topdan və pərakəndə satışı ilə bağlı qadağalar qüvvəyə minir. Qaydalara əməl etməyən şəxsləri hansı cəza gözləyir? Mütəxəssislər vurğulayır ki, qəbul edilən qərarda məqsəd cərimə tətbiq etmək deyil, insanların sağlamlığını qorumaqdır. Çünki elektron siqaretlərin güya zərərsiz olması fikri reallığı əks etdirmir və bu yanlış təsəvvür xüsusilə gənclərin sağlamlığına ciddi risk yaradır. İnsanların çoxsu düşünür ki, elektron siqaretlər adi siqaretə nisbətən daha az zərərlidir. Əslində həqiqət belə deyil. Elektron siqaret həmçinin ağciyər sisteminə və ürək-damar sisteminə çoxlu ziyanları var. Onların işləmə prinsipi buxarın əmələ gəlməsi, propilen qlikol, gliserin kimi yağların tənəffüs sistemi yandırması, ağciyər problemi yaratmasındadır. Həmçinin ürək damarında nikotin spazm yaradır. Bu spazm nəticəsində stenokardiya, hipertoniya və miokard infarktı kimi xəstəliklər əmələ gələ bilər.